وقل جاء الحق وزهق الباطل إن الباطل كان زهوقا. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على أشرف الأنبياء والمرسلين نبينا محمد وعلى آله وصحبه أجمعين. أما بعد. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Muhterem Müslümanlar, Allah'ın izniyle bugünden itibaren Şeyhülislam İbn Teymiyye Rahimahullah'ın Minhacus Sünnetin Nebaviyye kitabını, şərhini, izahını edəcəyik, oxuyub və sizlərlə paylaşacağıq Allah'ın izniyle. Allah bizi eşidib faydalananlardan etsin. İlk öncə kitab oxuyarkən müqəddiməni oxumaq lazımdır. Yəni onu bilmək lazımdır ki, kitabı yazan kimdir və yazılan kitabda nələrdən və kimlərdən söhbət gedir. Buna görə də biz bu kitabı yazan alim, Allamə Şeyx İbn Teymiyyə Rahiməhullah haqqında qısa demək istəyirəm. Az çox hər birimiz tanıyırıq. Yenə də qısa məlumat verək kimdir, harada yaşayıb, harada dünyaya gəlib, harada vəfat edib və ömrü necə keçib. Şeyxülislam İbn Teymiyyə Rahiməhullah böyük alimlərdən olub. Böyük alimlərdən olub. Hətta bəzi alimlər deyir ki, bu 700 il içərisində onun kimi bir alim gəlib keçməyib bu ümmətə. O qədər böyük bir alim olubdur rahimehullah. Əsl adı Əhməd İbn Abdülhalim İbn Abdüssalam İbn Teymiyyə Əl-Harranidir. Kunyəsi Əbul Abbasdır. Əbul Abbas deyə kunyəsi var idi və ən böyük ləqəbi də Taqiyuddin idi. Taqiyuddin. Dində qorunan, müdafiə olunan və müdafiə edən, dini müdafiə edən bir şəxs. Ad. Hicri ili ilə 661-ci ildə, yəni miladi ili ilə 1263-cü ildə Harran şəhəri, indiki Türkiyənin demək olar ki, cənub şərqində anadan olmuş və Hicri ili ilə 728-ci ildə, yəni miladi illə 1328-ci ildə Dəməşq, Suriyada vəfat etmişdir. Allah rəhmət etsin. Həyatı barədə qısaca desək, İbn Teymiyyə Rahiməhullah Harranda doğulmuş, Monqol istilası zamanı, yəni bilirik ki, o dövrlər Monqollar hücum edirdi ümumən müsəlmanlara qarşı. Monqol istilası səbəbindən kiçik yaşlardaydı o zaman, ailəsi ilə birlikdə Dəməşqə köçmüşdülər. Kiçik yaşlarında qeyri-adi hafizəsi və dərin anlayışı ilə seçilmişdi. Yəni, onun sanki başqa cür bir hafizəsi var idi, yaddaşı. Çox güclü bir yaddaşı var idi. Quran, hədis, fiqh, ərəb dili, tarix və əqidə elmlərində mükəmməl dərəcədə biliyə sahib olmuşdur. O ömrünü Quran və sünnə əsasında sələf mənhəcini diriltməyə, bidət və batil firqələrə rəddiyə verməyə həsr etmişdir. Zalimlərin və bidət əhlinin təzyiqinə baxmayaraq, haqdan dönməmiş, bir neçə dəfə zindana salınmış, lakin həbsdə belə olduğu zaman elm öyrətməyə davam etmişdir. Hətta bəzi alimlərin dediyinə görə kömürlə, hətta bizim bilmədiyimiz başqa formalarda divara mürəkkəblə, kömürlə, indi o dövrdə nə varsa onunla yazırdı ki, ondan sonra harasa köçürmək, ondan sonra belə davam etsin, bu elm, bu sünnə uğrunda apardığı elm davam etsin, yayılsın, yəni faydaları yayılsın. Elm tarixində misilsiz dərəcədə çox kitab yazan alimlərdən biri idi. Hətta alimlər deyir ki, yorulanda oturub kitab yazardı. Düşünün, yorularkən oturub kitablar yazardı, kitablar oxuyardı, özü də yəni cildlərlə. 500-dən çox kitab yazıb. 500-dən çox kitab, risalə və fətvası var. Allahu Ekber. Ən məşhur əsərləri də bunlardır. Minhacus Sünnə. İndi oxuyacağımız kitab. Rafizlərə, yəni şiənin bir qrupuna cavab. Sonra digər məşhur kitabı var. Da'ru ta'arudul aql və nəql. Ağıl ilə nəqlin, yəni əql ilə nəqli dəlillərin bir-birinə münasibəti. Sonra var Əl-Əqidətul Vasitiyyə. Diqqət edin, əqidə mövzusunda yazdığı toplam bir kitabdır. Bu kitabı zöhr namazı ilə əsr namazı arasında yazıb. Zöhr namazı ilə əsr namazı arasında bir neçə saat içərisində. Və bu kitabı yazıb, bunu bir nəfər ondan xahiş edib yazması üçün Vasitiyyə İraqın Vasit şəhəridir. İraqın Vasit şəhəri. Orada yaşayan bir qazi hakim İbn Teymiyyə müraciət edərək dedi ki, ey şeyx, bizim bölgəmizdə Vasitədə yəni İnsanlar arasında müxtəlif firqələr var. Fikir ayrılıqları yaranıb. Bizə sələfin əqidəsini qısa və aydın şəkildə izah edin. Yəni sələf nə edib? Onun kimi edək, onu bizə bildirin. Bunun üzərinə İbn Teymiyyə Rahiməhullah Dəməşqdə çox qısa müddətdə zöhr və əsr namazı arasında 1-2 saat içərisində oturub bu əsəri bir oturuşda yazdı. Kitab Vasit şəhərinə görə yazıldığı üçün adı Əqidətul Vasitiyyə. Yəni bunun içərisində bütün sələfin əqidəsini etsə onu Şeyxülislam İbn Teymiyyə bildirib. Yəni sələfi əqidəsini bir neçə saatda tək oturuşda yazdı. Bir neçə saat içərisində.
Yəni bu möhtəşəm bir işdir. Hər kəsin eləyə bilməyəcəyi bir iş. Bacara bilməyəcəyi bir iş. Və Şeyxülislam rahimehullahın bir çox alimlər tərəfindən ona bir çox elmi ləqəblər verilmişdir. Yəni elminə görə, bu töhbəsinə görə, sünnə, İslam, Quran üzərində etdiklərinə görə ona bir çox ad ləqəb verilmişdir. Onlardan bəzilərini saymaq istəyirəm. Şeyxülislam, İslam ümmətində ən yüksək elmi məqama çatmış alim deməkdir. Şeyxülislam, Taqiyuddin, dində təqvalı olan, Allahdan qorxan, qorunan və dini müdafiə edən. Yəni qoruyan dedikdə biz müdafiə edən deyə nəzərdə tuturuq. Əbul Abbas, onun kunyası idi, hörmət ifadəsi idi, yəni hörmət mənasında. Əl-alim, dərin elm sahibi. Allamə, yüksək alim. Biri var alim, biri var allamə, ən yüksəyi. Əl-muctəhid, dəlillərlə öz ictihadına əsaslanan alim. Yəni özünün dediklərini də dəlillərə əsaslandırır. Dəlil yoxsa dediyim batildir, rədd edin. Əl-müfəssir, Quran ayələrini dərin mənalarla izah edən. Əl-muhaddis, hədis elmində imam və rəvayət bilgisi. Zəif, səhih, həsən, nəyi varsa onları lazımınca öyrənən biri. Əl-faqih, şəriət hökmlərini düzgün anlayan və tətbiq edən fiqh alimi. Əl-muhaqqiq, haqqı araşdıran və batildən ayıra bilən gücə sahib olan adam. Əl-mudallil, dəlillərlə isbat edən, argumentlərlə danışan birisi. Əl-muarrix, tarixçi, keçmiş alimlərin və hədislərin bilicisi, onları bilən, anlayan, oxuyan. Əl-hafiz, minlərlə hədisi isnadları ilə əzbər bilirdi. Minlərlə hədisi isnadları ilə əzbər bilirdi. Ona görə ona əl-hafiz deyilirdi. Böyük hafizəyə sahib biri. Əl-mücahid, haqqı müdafiə edən və batillə elmi cihad aparan. Mücahid, cihad sözündəndir. Yəni cihad edən, mücahid, artırılır, mücahid. Əl-murabbi, tələbələri tərbiyə edən və elmli bir nəsil yetişdirən. Allahu Ekber. Əl-mücəddid, yəni sünnəni ayağa qaldıran, ölmüş sünnəni ayağa qaldıran. Bir dövr gəlir ki, sünnə yaddan çıxır, o zaman belə alimlər çıxır ortaya və onları insanlara bildirir. Bax, bu onun ləqəblərindən bəziləri idi. İbn Teymiyyə rahimehullah öz dövründə və ondan sonra gələn əsrlərdə İslam elminə böyük təsir göstərmişdir. Onun tələbələri, bəzilərini tanıyırıq. İbn Qayyim el-Cevziyyə, İbn Kəsir, Zəhəbi və başqaları. Bunların da nə qədər böyük elmə sahib olduqlarını bilirik. O həm əqidədə, həm fiqdə, həm də cihad və islahda sələfi mənhəcinin bərpasında ən böyük simalardan biri olmuşdu. Bidət əhlini hər zaman rədd edərdi, onlardan danışardı, onları paramparça edərdi. Yəni onların gətirdiyi argumentləri darmadağın edərdi. Heç bir kəs onun yanında bidəti dinə sala bilmirdi. O eşidəndə ki, filan kəs bunu deyir, birbaşa dəlillər aparırdı. Varsa haqdır, yoxdursa batil. Elhamdülillah. Və bu kitabda Minhacus Sünnətin Nəbəviyyə tam adıyla Fi Nəqsi Kəlami Şiə vəl Qadiriyyə. Qadirilərə və rafizlərə rəddiyə. Kəlam əhlinə və Şianın rafizi qrupuna rəddiyə. Bu kitab müxtəsərdir. Ərəb dilindən türkçəyə tərcümə etmişəm və türkçədən də Azərbaycan dilinə tərcümə etmişəm. Və Allahın izni ilə bu kitabın tərcüməsi kitab olaraq ortaya çıxacaq və Allahın izni ilə çalışacaq ki, insanlara çatdıraq. Minhacus Sünnə kitabının müxtəsəridir. Abdullah Əl-Quneymən, Şeyx Abdullah Əl-Quneymən ixtisar etmişdir. Və biz də çalışdığımız qədər anlaşılır şəkildə sizlərə çatdıracağıq. Bu kitabı biz 5 il əvvəl də oxumuşduq, 5 il əvvəl yadıma gəlir. O paylaşılmışdı. Ondan sonra o səhifə bağlandı deyə oradakı videolar getdi, yəni silindi. 500-dən yuxarı kitabın şərhi var idi orada, elhamdülillah eləmişdik. İndi yenə Allahın izni ilə davam edəcəyik oxumağa. İlk öncə kitabın təlif edilməsi səbəbinə baxırıq. Burada Şeyxülislam, yəni başlayırıq kitaba. Şeyxülislam belə demişdir. Allaha həmd olsun ki, o müjdə verən və xəbərdar edən olaraq Peyğəmbərini göndərdi, insanlar arasında anlaşılmazlığa düşdükləri xüsuslarda hökm vermələri üçün onlarla bərabər haqq yolu göstərən kitabları da göndərmişdir. Elhamdülillah. Ancaq özlərinə kitab verilənlər açıq dəlillər gəldikdən sonra aralarındakı qısqanclıqdan ötürü dində anlaşılmazlığa düşdülər. Bunun üzərinə Allah iman edənlərə üzərində ixtilafa düşdükləri həqiqəti öz izni ilə göstərmişdir. İman edənlərə haqq nədir onu bildirmişdir. Allah dilədiyini bu formada haqqa yönəldir. Əl-Bəqərə surəsi 213.
Ərəb dilində oxumağa ehtiyac yoxdur, çünki kitabı biz öz dilimizdə oxuyur və öz dilimizdə izah şərh edəcəyik ki, yəni başa düşülsün. Ərəb dili bəzi kitablarda ümumən lazımdır. Amma artıq ehtiyac yoxdur. Bu kitabı biz dəfələrlə şərh etmişik. 3-cü, 4-cü dəfədir. Sonra yenə şeyx bir ayə gətirir, deyir Allah, mələklər və elm sahibləri ondan başqa ilah olmadığına ədalətlə şahidlik etdilər. Ondan başqa ilah yoxdur. O mütləq güc sahibidir, hökm və hikmət sahibidir. Mən də onlar kimi şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur, o təkdir, heç bir ortağı yoxdur. Ali İmran surəsi 18-ci ayəni gətirir və deyir, mən də o elm sahibləri kimi şəhadət gətirirəm ki, Allah təkdir, vahiddir və şəriki yoxdur. Yenə şəhadət gətirirəm ki, Muhammed sallallahu aleyhi və səlləm onun qulu və elçisidir. Burada diqqət edin, nə deyir şeyx? Deyir, əşhədu ən la ilahə illallah və əşhədu ənə Muhammedən abduhu və rasuluhu. Abduhu və rasuluhu. Orada abduhu, qulu və rasuludur. Yəni, burada da ifrata varmamağı bildirir. Burada da bu şəhadət üslubundan istifadə edir ki, yəni ifrata varmayan. Quludur və rasuludur. Necə ki, Peyğəmbər s.ə.v deyir, mən də sizin kimi bir insanam, sadəcə mənim sizdən fərqim odur ki, mənə Allah tərəfindən vəhiy gəlir. Sonra devam edir, şeyx deyir ki, və Quran-ı Kərimdə and olsun sizə öz içərinizdən elə bir Peyğəmbər gəlmişdir ki, sizin sıxıntıya düşməyinizi, çətinliyə düşməyinizi istəməz, ona çox ağır gələr. O sizə qarşı çox mərhəmətli və çox rəhimlidir. Əgər üz çevirsələr də ki, mənə Allah yetər, ondan başqa heç bir ilah yoxdur. Mən ancaq ona təvəkkül etdim. O, uca ərşin sahibidir, Əzzə və Cəllə. Tövbə surəsi 128 və 129-cu ayələr. Əhl-i sünnə vəl cəmaatın biri, mənə əsrimizin rafizi şeyxlərindən birinin təsnif etdiyi elm və din məsələsində bilgiləri az olan müsəlmanları, dinin əslini bilməyən əmr sahiblərini və bənzərlərini rafizilik və imamiyyə məzhəbinə dəvət etdikləri barədə bir kitab gətirdi. Və şeyx nə deyir? Deyir, bir nəfər mənə bir kitab gətirdi, orada rafizi birisi filan məsələləri yazıb, cahil toplumu azdırır. Özlərinə bu işdə adətlərindən biri də, yəni onların rafizlərin adətlərindən biri də, rafizlərə dəstək olan, İslamı mənimsəmiş görüntüsü verməklə birlikdə içlərində Rəsullara tabe olmanın həqiqətindən ayrılan fəlsəfəsi səbilərin ta özləri olan mülhid, batini siniflər də dəstək olmuşdur. Yəni onlara özlərinin etiqadına uyğun etiqadda olanlar da dəstək olmuşlardır bu kitabı yazmaqda və bu məsələlərdə. Səbilər deyəndə Şeyx Rahiməhullah bunları İbn-i Səbəyə nisbət edir. Yəni İbn-i Səbədən sonra daha çox yayılmış bir firqədir. İbn-i Səbə lənəhullah hər şeyi sünnədən ayıraraq öz nəfsinə uyğun bir firqə yaratmışdır. Bax, bu indiki rafizilikdir. Sonra şeyx davam edərək deyir ki, şübhə yoxdur ki, bu sinif cahillikləri ilə cahil insanları aldatmaqda davam edir. Yəni cahilliklərini bir elm sanaraq, danışaraq nə gəldi, ağıllarına gələni cahil insanları, sıravi insanları azdırmağa çalışır. Və həqiqət budur ki, bir çox firqələr, yəni azmış firqələr, azmalarının səbəbi batil məsələlərə düşməsidir. Yəni batilə uymalardır. Amma rafizilik onlardan daha betərdir. Diqqət edin burası, şeyx nə deyir? Çünki rafizilər Allahın dostlarına, onun dininin yardımcılarına və Rasulunun sallallahu aleyhi və səlləmin dostlarına qarşı buğz etmişlər, lənət etmişlər və onları söymüşlərdir. Və bundan da daha pisi Allah Rasulunun zövcəsinə qədər təhqir edə getmişlərdir. Allahu Akbar. Nauzubillah. Baxın firqəyə. Sonra şeyx deyir ki, ayrıca kitabı gətirən adam belə dedi. Bu kitab bəzi kralların və bəzi insanların gözündə böyüdü. Onları sərf etdi, xoşlarına gəldi. Çünki onlar onun etiqadındadılar. İbn-i Səbənin və rafizlərin etiqadı və kəlam etiqadında olanların xoşuna gəlir. Təbii ki, nəfslərinə uyur və bu kitabı bəyəniblər, yəni. Oxuyurlar və rafizlər onların gözündə böyümüşdür. Sonra davam edir, deyir ki, dediyinə görə kitabı Xudabəndə deyə adlandırdığı tanınmış kral üçün təsnif etmişdir həmin adam. Məndən isə bu kitabdakı batil məsələləri ortaya çıxartmağı istədilər. Şeyx deyir ki, onu gətirən adam mənə dedi ki, içərisindəki batil məsələləri ortaya çıxart. Çünki bu cür etməyim Allahın mömin qullarına bir yardımı və iftiracı mülhidlərin görüşlərinin batil olduğunun bəyanı olacaqdır. Elhamdülillah. Mən də onlara bəhs edilən kitab hər nə qədər rafizlərin görüşlərinə aid höccət və dəlillərin ən üstünlərini öz içərisində ihtiva etsə də, yəni onların ən böyük dəlilləri bu kitabın içərisində var. Ən böyük dəlilləri bu kitabın içərisində vardır. Etsə də,
Buna baxmayaraq yenə də onlar insanlar içərisində doğru yoldan ən çox azanlar olduqları üçün bu kitaba gücün çatdığı qədər cavab verəcəyəm, bələddiyə edəcəyəm bu kitabı yazanlara. Və davamında Şeyx Rahiməhullah deyir ki, bu məzhəbin batil olmasının, rafizliyin bir səbəbi də odur ki, onlar əqli dəlilləri, nəqli dəlillərin üstünə götürdülər. Yəni, əqli dəlillərlə ağlı şəriətin üzərinə apardılar. Şəriətin üzərinə ağlı ilə getdilər, əqli ilə getdilər. Sanki vurmağa çalışdılar ki, bu nəfsimə belə uyur, bunu belə götürəcəyəm. Bu formada götürəcəyəm. Sonra Şeyx Rahiməhullah Qurandan ayə oxuyur və deyir ki, əgər haqqa qulaq versəydik, onu dinləsəydik, bu alovlu atəşli cəhənnəmdən qurtulardıq, yəni bunun içərisinə düşməzdik. Mülk surəsi 10-cu ayəni oxuyur Rahiməhullah. Sonra deyir ki, onlar nəqli elmlərdə insanların ən yalançıları, əqli elmlərdə də cahilləridir. Alimlərin zəruri olaraq batil olduğunu bildirdikləri nəqilləri təsdiq etməkdə zərurətlə bilinəni, yəni ümmət içərisində nəsildən nəslə keçərək gələn xəbərlərin ən böyüyü olan mütəvatirləri yalanlamışdılar. Rafizlər mütəvatir dəlilləri yalan hesab edirlər. Çünki onlara nəfslərinə, nə də əqidələrinə uymaz. Nəqidələrinə bu məsələlər uymaz. Onlar elm nəql etməkdə cahildirlər. Şeyx deyir və sözünü təsdiqləyəcək qarşıda. Ravinin cəhaləti olan nəqli ilə ədalət, hifz və zəbt sahibi olub, elm və rivayətlə tanınan ravilər tərəfindən nəql edilən xəbərlər məsələsində təmyiz sahiblərdirlər. Allahu Ekber. Hər nə qədər inancları nəqli bürhaniyyət üzərə qurulduqlarını zənn etsələr də, bu məsələdəki tək dayandıqları təqliddir. Yəni, onlar elə düşünür ki, dayandıqları məsələ Allah Rəsuludur, sahabələrdir, haqdır, kitablardır, səhih kitablardır, burhan dəlillərdir. Bunu amma yox, əslində onlar dayandıqları məsələ təqliddir. O da batil bir təqlid. Sonra davam edir şeyx, deyir, bunlar bir vaxt Mu'təzilə və Qadiriyyəyə, bir vaxtda Cəbriyyə və Mücəssimə tabi olmuşdurlar. Onlar nəzəriyyə məsələsində də zikr etdiyimiz qrupların ən cahilləridir. Çünki onlar elm və din əhlinin yanında rəzil və rüsvay olmuşlardır. Müsəlmanlara daxil olan ən cahil firqələrdəndir. Yenə də şeyx burada onları müsəlman adlandırır. İndi gəlir onları bölür iki hissəyə və deyir onların İslamda olub və İslamdan ayrı olanları. İndi bu məsələ haqqında bəziləri, bəzi xavarişlər ümumi təkfir edir, onu təkfir edir, bunu təkfir edir. İndi burada Şeyx Rahiməhullah nə deyir? Diqqətlə bax. Deyir ki, şiyələr ümumən müsəlmandır. Ümumən. Əli açıq namaz qılsa da, bağlı qılsa da, bu Allah arasındadır. Bir qismi kafirdir, onlar hansılardır? Rafizləri ayırır, onların ən pik səviyyədə olanlarını deyir. Onlar ki, Allah Rasulunun zövcələrinə və sahabələrinə buğz edərlər, söyərlər, Quranın təhrifinə etiqad edərlər. Bax, bu qism kafirdir. Bu cür ayırır. Bugünlük bu qədər. Allahın izni ilə davam edəcəyik. Qarşıda çox gözəl məsələlər var. Rafizilərlə Yahudilərin və Xristiyanların bir-birinə bənzəmələrini gətirəcək Şeyx Rahiməhullah və gözəl məsələlər qarşıdadır. Allahın izni ilə davam edəcəyik. Çox böyük bir kitabdır. 800 səhifədir, müxtəsərdir bu. Allah bizi eşidib, faydalananlardan etsin. Nəstəğfiruhu və nətubu ileyh. Vəlhamdülillahi Rabbil alemin.